Hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Bu gün sizlərlə ədəbiyyatdan bir test izahına baxacağıq. Bu test izahı Məhəmməd Füzulinin Leyli və Məcnun əsərinə aid bir nümunədir. Niyə görə birincisi bu mövzuya toxunmaq istədim? Çünki mütləq dərəcədə Leyli və Məcnun poeması 3-cü qrupa qəbul imtahanına mütləq salınır. Yəni poemanı mütləq oxumalıyıq. Çalışdığımız qədər tam versiyada oxusaq daha yaxşı olar. İkincisi, niyə bu tipli, cədvəl tipli bir test seçdim? Çünki Venn diaqramlı, belə cədvəl tipli testlərə daha çox üstünlük verirlər imtahanlarda. Ona görə də belə məsləhət bildim ki, bu tipli testlərlə işləyərək biraz özümüzü daha da təkmilləşdirə bilərik. Gəlin sualın izahına baxaq, daha doğrusu şərtinə baxaq ki, bizdən nə istəyir. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Ümumiyyətlə cədvəldə diqqətli olun. Venn diaqramı verilərsə və yaxud da belə cədvəl tipli bir test qarşınıza çıxarsa, nəyə diqqət eləyin? Əgər bir fikir tutaq ki da, burada Məcnun verilib, bir də Leyli verilib. Həm Məcnuna, həm də Leyliyə aid olduğu təqdirdə gətirib bir dənə Məcnuna yazırsa, deməli yanlış fikirdir. Çox vaxt uşaqlar deyir ki, müəllim var da bu Məcnunda, doğrudan da Məcnuna aiddir. Deyirəm, bəs bu Leyliyə də aiddir axı. Yəni nə olsun ki, Məcnuna aiddir? Leyli deyir ki, bu məndə də var idi, bu xüsusiyyət məndə də var. Deməli, sən bunu gətirib bu ortaya yazmalıydın. Əgər yazmamısansa, deməli o bilə səhvdir. Yəni doğru fikir olduğu halda xananı düzgün seçməmisənsə, hara yazılmalı olduğunu düz vurğulamamısansa, o bilə səhv götürülür imtahanda. Və yaxud da oxşar fikri fərqli xanalara, fərqli xüsusiyyətləri isə oxşara yazmasaq. İndi gəlin baxaq. Bizdə bu hissə Məcnuna aiddir. Bu hissə Leyliyə və bu hissə isə sırf hər ikisinə aid olan hissədir. Birinci buna diqqətlə yanaşıq. İndi oxuyaq Məcnuna aid xüsusiyyətləri. Deyir, hər kəsdən qaçaraq təbiətə üz tutur. Bəli. Məcnuna, daha doğrusu bunun əsl adı Qeys idi də. Niyə görə buna Məcnun adı verirlər? Hər kəsdən uzaqlaşır. İnsanların təbiətinə yad bir xarakterə malik idi. O dövrdə sevmək və sevilmək, belə deyim də, hətta günah səviyyəsinə belə gətirilib çıxarılırdı ki, olmazdı. Valideynlərin səni məktəbə qoyursa, oxumalıydın və vaxtı çatanda sadəcə nə oğlan qız, nə də qız oğlanı sevmədən ata-ananın məsləhəti ilə yəni evləndirilərdi. Amma Məcnun və yaxud da eyni zamanda Leyli buna qarşı çıxır. Yəni bir-birlərini sevərək evlənmək istəyirlər. Amma təbii ki, bu sevgi real məhəbbət deyil. Bilirik ki, Məhəmməd Füzuli sufiyanə eşqi, yəni ilahi eşqi daha çox önə çəkmişdi. Necə ki, biz Allaha qovuşa bilmərik. Yəni burada Məcnunla Leylini nümunə kimi çəkərək Allah və özü arasındakı sevgini göstərmək istəyib. Yəni biz heç birimiz Allaha qovuşa bilmərik deyə burada da Leyli ilə Məcnunu bir-birinə qovuşdurmayıb əsərdə. Qovuşsaydı, yəni heç də onun belə deyim də ilahi eşq deyə yazdığı bir əsərə uyğun gəlməzdi. Çünki biz Allaha qovuşmadığımız kimi o iki sevən də bir-birinə qovuşmamalıdır. Orada real sevgidən söhbət getmir. Allaha olan sevgidən söhbət getdiyinə görə qovuşmaqları mümkün deyildi. İndi Məcnun deyirik təbiətə yad olaraq, yəni bir xarakterə malik idi, digər insanlardan uzaq, belə deyim də, təbiətə üz tutur və o nə atasının, nə anasının, nə də ki, cəmiyyətdəki insanların fikirlərini qəbul etmək istəmirdi. Və bu cəhət həqiqətən də Məcnuna aiddir, Leyliyə aid deyil. Təkcə Məcnuna aid olduğuna görə götürürəm. 2. Zəmanəsinin köləliyi əsas tutan əxlaq və davranış normalarına zahirən tabe olur. Bu isə Leyliyə aiddir. Yəni zahirən tabe olur da, yəni biraz tabe olur. Amma Məcnun isə heç tabe olmurdu. Ümumiyyətlə o deyirdi ki, mən atasının bir qəbilə başçısı idi da, onun belə deyim də davamçısı belə olmur. Yəni onun mal mülkünü davam elətdirim, atam kimi olum, atama anama qulaq asım. Yəni bu kimi məsləhətlər ona çox bir yad idi. Amma Leyli bəzən zahirən tabe olmağa çalışır. Çünki məcbur idi, qız idi. Evdə otustururlar, məktəbə qoymurlar. Yəni o istədiyini eləyə bilmirdi. Amma Məcnunun oğlan olduğuna görə ən azından bu belə deyim də əxlaq davranışlarına, normalara qarşı, ona qoyulan tələblərə qarşı daha kəskin idi. Yəni çıxa bilirdi kənara. Amma Leyli bunu edə bilmədiyinə görə biz bu xüsusiyyəti Leyliyə aid eləyirik. Ona görə 2-ni çıxırıq, çünki düz xananın altında yazılmayıb. 2-lər çıxdım. Qalıram, birlərlə irəliləyirəm. Gəldim Leyliyə. İxtiyarsız və hüquqsuz olduğunu dərk etməkdən acizdir.
aciz deyil. Elə həqiqətən də hiss eləyirdi ki, ixtiyarsızdır və hüquqsuzdur. Məktəbdən çıxarılır, anası atası onu dinləmirdi. Onun fikirləri anasına, atasına yad idi, heç bir önəmi yox idi. Hətta anası deyir ki, yüngül olma, oğlanlarla oturub durma. Yəni sevgi nədir, qız nədir? Yəni bu kimi fikirlər deyərək anası onu məktəbdən çıxardıb otuzdurur evdə. Yəni o hüquqsuz olduğunu tam olaraq dərk eləyirdi ki, mənim həqiqətən də nə ixtiyarım var, nə hüququm var bir söz deməyə. Mən bir qul kölə kimi evdə oturmalıyam. Yəni acizdir, yox, həqiqətən də dərk eləyirdi. 3-ü çıxdıq. Deməli elə 3-ləri də çıxaraq yerdə qalır B variantımız və baxaq görək düzmü seçmişik. Öz arzu və istəklərini heç kimə, hətta anasına belə demir. Bəli, bəzən testlərdə düşür ki, öz istəyini anasına bildirir və anası onu başa düşmür. Heç kimə demirdi, heç kəsə. Sadəcə söhbət yayılmışdı deyə anası oradan eşitmişdi ki, qızı məktəbdə eşq yaşayır və ona görə də Leyli heç vaxt özü etiraf etməmişdi bunu. 4-ü götürürəm. Gəldim ortaqlara. Atası və anası dövrün əxlaqi etik normaları ilə yaşayır. Bəli, bu həm Məcnunun ata-anasına aiddir, həm də Leylinin. Yəni dövrün tələbi nə idisə ona uyğunlaşırdılar. Yəni o dövrdə bu əsər bizi bir 500 il əvvəl aparıb çıxarır da ki, biz bizimlə belə deyim də bizim üçün də adidir. Hər hansısa bir qızın oğlanı sevib evlənməsi, bir-birlərini istəməsi. Amma o dövrdə bu tamamilə yad bir şeydi, olmazdı. Yenə də deyirəm, valideynin sadəcə məsləhəti ilə evlənə bilərdin. Ona görə də o dövr üçün biz əslində çox vaxt əsərlərdə düşür ki, daha doğrusu testlərdə düşür ki, Leylinin ata-anası və ya da Məcnunun ata-anası mənfi obrazdır. Çünki qızını, oğlunu, yəni başa düşən valideyn deyildilər. Xeyr, o dövr üçün heç bir mənfi deyildi. Nə ata-ana mənfi deyildi, nə Leylinin, nə də Məcnunun. Çünki o dövr üçün onların qayda-qanunları yəni qəbul edilən bir şey idi. Biz o obrazlara mənfi obraz deyə bilmərik. Belə, deməli 5-i də götürürəm, çünki düzdür. 6. Cəmiyyətdə müxalif mövqedə dayanır və bunu gizlətmir. Bu sadəcə və sadəcə Məcnuna aiddir ki, müxalif mövqedə dayanır, yəni cəmiyyətlə ayaqlaşmır və bunu da gizlətmir. Açıq-aşkar deyirdi ki, mən sizinlə ayaqlaşmaq istəmirəm, mən sizin qoyduğunuz tələblərə belə deyim də ayaqlaşa bilmərəm. Mənim öz təbiətim var, mən öz təbiətimə uyğun hərəkət eləyəcəm və açıq-aşkar da bunu gizlətmədən deyə bilirdi. Belə, altını da çıxırıq, çünki yalnız Məcnuna aid olduğu halda oxşar xanaya yazıblar. Belə, olur da variantımız 1, 4, 5. Yenə də ümidvaram ki, bir faydam toxundu testi izah eləyərək sizə. Bu tipli testləri çalışın, daha çox işləyin və mən də çalışdığım qədərilə bu tipli testlərlə sizin qarşınıza gələcəm və belə testlərin izahının daha çox olmağını mən də tələb eləyirəm ki, bacardığım qədərindən sizə kömək edəcəm. Oldu, hələlik.